Yo, biz güclü qadınlarıq. Güclü. Biz güclüyük və öz gücümüzə maşallah bu gün də bax ayaq üstəyik. Bu gün də mənim üçün ad nə dəyişir ki ad? Okey, tamam, Samira əməkdar artist. Biz səslənəcəyik. Əməkdar artist. Biz səslənməyəcəyik, amma zaten onsuz da mənim əməyimi, mənim zəhmətimi tamaşaçılar, insanlar görürlər. İnsanları tanıdıqca mənə yalqızlıq xoş gəldi. Əzəldən var idi. Məsələn, sənəti axı sən toyda axtarmırsan. Toya gələn insanlar hansısa toyun əvvəlində bir saat hansı musiqiyə qulaq asılır, sonra isə hamısı rəqs eləyir, oynayır, şənlik istəyirlər. Yox, bu dünyada xoşbəxtlik yoxdur. Xoşbəxtlik bir anlıq olan bir hissdir. Zaten bu dünya əzəldən elə haqsız bir dünyadır. Bu dünya saxtalığı sevir, yaltaqlığı, üzr istəyirəm ifadəmə görə ikiyüzlülüyü sevir. Qonağım var. Qonağım Samira Əliməryəmdir. Xoş gəlmisən Samira. Təşəkkür illərimin ilahəsi. Can. Təşəkkür yeni layihən, yeni verilişin. Çox uğurlu olsun. Çox sağ olasın. Var ol. Çünki sən illərdir əziyyət çəkirsən. Savadınla, duruşunla, hörmətinlə. Çox sağ ol. Maşallah, yəni ki, sevilirsən. Eyni şəkildə də sən. Gəl belə ya, bugün verilişdə bir-birimizi tərifləyək. Amma həqiqətdə bu. Yox, bu tərif deyildi. Yox, mən zarafat bilirsən edirəm. nəyə görə deyirəm? Çünki sözün əvvəlində söylədim ki, illərin ilahəsi. Əslində ilaşı da deyirik, belə deyək. Mən sənin necə əziyyət çəkdiyini görmüşəm. Mən sənin savadva, yəni bələd olan insanlardan biriyəm və həmişə, yəni bunu illərcə gördüm ki, sən necə çalışırsan, nəsə edəsən. Gözəl bir iş təqdim eləsən, sadəcə o qədər sadəlöv, məndən beşbətər, o qədər sadəlöv insansan ki... Sadəlöv yoxsa sadə? Naivni, yoxsa ki, prosтой человек? Yəni, rus dilə tərcümə etdim bunu. Elə o da, bu da. Hər ikisi. Hər ikisi. Çünki... yəni, dəyişməyən bir insan oldum. Sən mənə ağladacaqsın, verilişlərdə populyar olmaq üçün ağlayırlar. İndi mən də ağlayacağım. Yox, biz güclü qadınlarıq. Güclü. Biz güclüyük və öz gücümüzə maşallah bu gün də bax, ayaq üstəyik, bu gün də bax, buradayıq və bu gün də sən artıq yeni bir layihə təqdim edirsən. Səni təbrik edirəm. Çox sağ ol, əzim, var ol. Mən Samira səni illərdir tanıyıram. İndi burada bir-birimizə süni, saxta suallar verməyəcəyik. Təbii ki, bura gələn insanlar, tanıdığım insanlardır. İllərdir münasibətdə olduğum dostlarımdır, əzizlərimdir. Çox sağ ol, sən dəvət qəbul etdin əsas. Və illərdir Samira da dəyişmir. Yəni, səhnədə duruşu, mədəniyyəti, geyimi, hörməti, hər kəs sənə hörmət edir. Yəni, bu vaxta kimi, illər ərzində bir dəfə də Samir haqqında pis bir söz eşitmədik. Nə qalmaqalla gündəmə gəldi, nə bir problem yaratdı hansısa müğənniyə, bostanını daş atdı. Yəni, qeyri-adi, etik olmayan bir hərəkət etmədi. Yəni, bu sevgini sən özün qazandın. Yalnız düşünürsən ki, səhnədə öz yerindəsən, yoxsa yox? Bilirsiniz, mənə elə gəlir ki, biz elə öz yerimizdəyik. Bəzən öz qabımızda olmuruq, yəni uyğunlaşa bilmirik. Amma yenə də öz yerimizdəyik o barədə ki, demək ki, bəzən düşünürəm ki, bəlkə mən başqa bir yerlərdə olsaydım, siz demişkən, mənim səmiyyətimmi, mənim, nə bilim, ağlım çaşacaq qədər bir hərəkət bəlkə də ola bilərdi. Məsələdir, məsələ. Yəqin ki, bu yerdə olmağım yaxşıdır. Çünki mən heç o yüksək yerləri də əslində istəmirəm. Çünki insan yüksəklərə bəlkə də qalxdıqca, getdikcə öz problemləri var. Öz, yəni o ruslar demişkən minusları var. Əlbəttə, mənfiləri var. Onları daşımaq gərək. Samira bu məkana girəndə, bizim indi çəkiliş etdiyimiz məkana girəndə, dedi, nə böyük məkandır. Mən kiçik evləri sevirəm. Yəni, sən nə istəmirsən, əslində yaradan sənə verib. Övlad verib, ev verib,
Yəni səhnə mədəniyyəti durur, ətrafında az-çox insan. İnsan ürəkdə nə istəyirsə onu verib. Sən böyüyə sanki can atmamısan. Nə isə əldə etmək istəməmisən. Ona görə Samira kənardan görsənir ki, layiqli yerində deyil. Yəni ad məsələsinə gəlin belə baxaq. Yəni sənlə biz əslində qalsa danışırıq. İndi burada bəlkə bəzi məqamlarda sizə keçirik. Amma gəlin səmimi olaq. Sən. Samira, ad qazanırlar səhnədə. Hörmət qazanırlar səhnədə. Eyni zamanda özlərini hörmətdən salırlar. Və rəsmi şəkildə alınan adlar var. Yəni bir çox müğənnilərə verilib. Demirəm onların istedadları yoxdur, onlar layiqdir, layiq deyil, bilmirəm. Yəqin ki, layiqdirlər ki, onlara adı verilib. Amma Samira da layiqdir axı. Samira niyə adı yoxdur? Bilirsiniz, tək Samira yox. Samira ilə yanaşı bir çox sənətçilər var ki, onlar da layiqdirlər. Və məndən qat-qat əvvəl, yəni bu sənətdə olan insanlar da yaradıblar. Amma bir ad yoxdur. Mənim üçün o qədər də önəmli deyil. Çünki bax niyə deyil Samira? Deyil. Çünki yenə deyirəm, o səmiyyətlər irəli bəlkə də gəlir və yaxud da ki, gözü tox olan bir insan olduğum üçün. Bilirsiniz, mənim üçün ad nə dəyişir ki, ad? Okey, tamam, Samira Əli Məryəm oxuyur. Adı verdilər məsələn əməkdar artist. Pis səslənəcək. Əməkdar artist. Pis səslənməyəcək. Amma zaten onsuz da mənim əməyimi, mənim zəhmətimi tamaşaçılar, insanlar görürlər. Və elementar olaraq bir mahnını mən bəzən deyirəm ki, məsələn bir mahnını sən yazdırırsan, təqdim edirsən, onu hit eləyən dinləyici olur, tamaşaçı olur. Keyfiyyətli mahnı olanda əksər hallarda elə olur. İndi biraz böyük səslənir, amma o qədər keyfiyyətsiz mahnılar var ki, hit olur, hər kəsin dilində olur, bayağı mahnılar, bayağı təqdimat, müğənni. O dediyiniz bayağı da mahnılar, o hansısa bir də kütlə üçün hit olur. Yəni, məsələn, bir kütlə bu mahnını sevir. Yəni populyarlıq qazanır, qazanc əldə edir. Hər kəs bizi sevə bilməz ki, hər kəs mənim oxuduğum janrı sevə bilməz ki. Bayağı dediyin ilahə, musiqi hər zaman olub. Sadəcə indi bu sosial şəbəkələr, hər şey artıq belə hasanlıqla təqdim olunur deyənə hər kəs nə istəyir edə bilir. Amma əvvəllər bu sosial şəbəkələr yox idi. Kimsə də nəsə rayonda bəlkə də bir belə dırnaq arası bir fitri istedada malik olan bir insan var idi. Sözünü təqdim eləyə bilmirdilər. Bəlkə də onu məsələn hansısa bir balaca bir elə kənddə rayonda onu belə öz sakinləri tanıyırdı. Amma indi artıq bilirsiniz, hər kəs sosial şəbəkədə çıxır və özünü təqdim eləyir və populyar da olur. Bayağı hər zaman var idi. Biz də qulaq asmışıq. Fərqi yoxdur. Sadəcə o bayağı dediyiniz o mahnını da elə gözəl şəkildə sən təqdim edə bilərsən. Elə gözəl oxuya bilərsən. Onun aranjmanını, onun təqdimatını elə dəyişdirib və onu gözəlləşdirə bilərsən. Necə ki, ev olur. Məsələn, evdə də onu düzüb qoşmamısan. Amma onu qəşəng düzəldəndən sonra, təmir edəndən sonra, əşyalarını düzgün seçim edəndən sonra baxsın ki, ay ev nə gözəl oldu. Yəni hər şey insanın özündən asılıdır. Necə nəyi təqdim edir. Amma Samira, gəl qəbul edək də. Gündəmdə olan müğənnilərin əksəriyyətinin mahnısı çox bayağıdır. Yəni qulağı yorur, sözləri, musiqi, yalnız sanki nəqarətdən ibarətdir. Amma bilirsiniz necədir? Bunu axı tamaşaçıdır, dinləyici onlar əslində sevmirlər bunu. Sənin auditoriyan sevmir. Bilmirəm, yəni buna baxmayaraq. Çünki ən azından yəni biz də el arasında olan insanlarıq. Eşidirik, hər kəs deyir ki, yox, bu nə mahnı idi, bu nə filan belə də, yəni sözü idi. O deyirlər. Amma deyənlər bəzən dinləyir, onu utanırlar deməyə, qəbul etməyə. Demək ki, burada nəsə bəzən də elə bir şeylər olur ki, insanlara daha hasand. Mahnı mı deyim, film mi deyim, hər şey onlar hasandını bəlkə də qəbul edirlər.
Yəni məsələn biz musiqiçilər arasında hər bir hansı bir mahnı olanda çətin onun hansı bir improvizasiyaları, orada xırdalıqları, musiqi məsələn o notlar falan olanda o musiqiçiyə xoş gəlir. Ha mən belə oxuyum, belə eləyim. Amma tamaşaçıya əslində daha asan təqdim olunmalıdır. Qəliz yox da, yəni onu demək istəyirəm. Bəlkə də ondan. Düşdüm. Biraz qəliz məsələdir bu show biznes, bu toy sferası, ümumiyyətlə insani münasibətlər, sanki hər şey dəyişib. Yoxsa biz elə görürük, dostluqlar, insani keyfiyyət, əlbəttə hər kəsə hörmətlə yanaşırıq, görəndə salamlaşırıq. Yalnız bir zamanlar isti münasibət olduğumuz insanlar, dostlarımız, tanışlarımız uzaqlaşıb sanki bizdən. Yəni biz deməyim də, ümumiyyətlə insanlar arasında münasibət sanki soyuyub. Yəni bunu yalnız mən demirəm. Ətrafımda olan insanlar, tanıdığım insanlar, elə bil hamı bu nədənsə şikayət eləyir. Yəni dostlarımın sayı azalıb, ətrafımda insanları azaltmışam. Yalnız özüm, yalnız ailəm, ailə üzvlərim. Salam, sağ ol və salam. Bu nə ilə bağlıdır Səmirə? Bir şey deyim İlahə, bu tək indi zamana uyğun deyil. Bu ilə hər zamanda var idi. Həzrət Əlinin bir gözəl sözü var idi. İnsanları tanıdıqca mənə yalqızlıq xoş gəldi. Əzəldən var idi. Bizim dahi olan insanlar, onlar Allahın seçilmiş olan bir insanları, onlar vaxt aşırı ümumiyyətlə insanlardan uzaqlaşırdılar. Çünki daima ətrafında olan insanların enerjisini özünə Mənfi enerjini çəkmək cəlb etmək, yəni qəbul etmək zorunda deyirlər də, belə deyək. Və onlar da kənara çəkilib, məsələn, Allahın seçilmişləri Allahı ilə həm söhbət olurdular. Yəni dahi insanlar, onlar da öz aləminə qapınıb, nə bilirsən, hansı bir poema yaradırlar, şeir. Bəzən mən bir də görsən ki, məsələn, nəyə görə indi sənət çox cılızlaşır? Çünki məsələn, yenə deyirəm, bax, toy sferası olsun, hamımız toylarda oxuyuruq. Niyə ki, başqa yolumuz bir də görsən yoxdur, toydur, çağırıblar, sən də öz yaşayışını bir düzəliş etməlisən, yaşamalısan. Maddi vəziyyəti düzəltmək üçün alınmır da, yəni orada oxuma, burada oxuma, amma neyinək, zamanın artıq tələbləri budur. Ümumi götürəndə, bax, mən deyirəm, ümumiyyətlə götürəndə, məsələn, sənəti axı sən toyda axtarmırsan. Toya gələn insanlar hansısa toyun əvvəlində bir saat hansı musiqiyə qulaq asırlar, sonra isə hamısı rəqs eləyir, oynayır, şənlik istəyirlər. Həmçinin məsələn, bax o show proqram dediyimiz yerlərdə, orada da hər kəs gəlir, nuş edir, məsələn, yeyir, içir, rəqs eləyir də. Yəni başqa nə istəyir? O gəlib burada ciddi oturub ki, görüm Samira nə oxuyacaq? Ola bilsin indi 10 nəfərdən, 50 nəfərdən kimsə diqqət yetirir, bir balaca ki, yaxşı oxudu, yox, xoşuma gəlmədi necə oxudu. Normal bir şeydir. Ümumi götürəndə sənət belə yerlərdə axtarılmır. Yəni keyfiyyətli musiqi axtarılmır. Bəli, ona görə də çox adam indi zamanə çətinləşib deyənə, siz dediyiniz, sən dediyin kimi İlaşa, insanlar hamı indi çalışır ki, mən pul qazanım, maddi vəsait güdürlər. Ona görə də sənət kənara çəkilir. İndi şükür Allaha azdan çoxdan indi konsertlər təqdim olunur. Yəni konsertdə ancaq gəlib qulaq asa bilərsən, artıq orada yemək falan yox da, oturursan qulaq asa ki, görün bu nə musiqidir və artıq dinləyirsən və başa düşürsən ki, bu sənət. Belə bəzi müğənnilər bax o sənəti o konsertdə yaşadırlar. Amma toydur sferası, toy sferasıdır, show proqram sferası, orada sənət deyilən bir şey. Yəni axtarmaq lazım deyil. Axtarmaq lazımdır. Ora insanlar dincəlməyə gəlir. Vəssalam. Yəni reallıq budur. Keyfiyyətli musiqini hər zaman insan istəmir. Çünki asanda sən demiş qaçır. Asan, qulağa asan gəlsin, səslər, ladlar, notlar. İndi mən musiqiçi olmadığıma görə yanlış sözlərdən istifadə edərəm. Ona görə bəzən biz nədənsə şikayət edəndə həyatın reallığını da görməliyik. Yalnız bir qrup insanların düşüncəsi ilə, fikri ilə yola çıxmaq lazımdır. Bəlkə nəysə burada dəyişmək, bir inqilab etmək mümkün olar. Vallahi heç nə inqilabı, nə dəyişməsi, mən artıq deyir o insan yaşayışın üstünə gəldiyi üçün müdrikləşir, hardasa kamilləşir.
Elə o vaxtlarda məsələn baxırsan ki, bizim valideynlərimiz cavanlığında onunla dostluq edirdi, bununla rəfiqəli, amma bir müəyyən bir yaşa çatdıqda görsən ki, Yoxdur o valideynlərimiz elə bir ki, sanki böyüklərimiz görsən ki, o rəfiqə yoxdur. 100-dən biri olur ki, mənim illərimin gənclikdə olan bir dostum idi, rəfiqəm idi. İndiyənə qədər də qalıb dostluq eləyirik də, başa düşdün. Heç nəyin inqilabını eləmək lazımdır. Hər şey öz axarı ilə gedir. Dünyanı, həyatı olduğu kimi qəbul eləmək lazımdır. Adəmlə Həvva elə günah işlədib, onların elə o günahlarına görə elə bu dünyaya göndəriliblər. Onun əziyyətini biz çəkirik, yəni. Bəli, biz də onların əziyyətini indi çəkirik deyəndə ki, bu dünya bir imtahan dünyasıdır. Vəssalam, dünyanı olduğu kimi qəbul elə. Yəni dünyaya sən müsbət ver, dünya da sənə müsbəti qaytaracaq. Yəni insana nə verirsən, onu da alırsan. Gigant olan bir enerjidir bizim yer kürrəsi. Biz kainatda zərrəyik zaten. Bəli, kainata baxsan ki, sayı-sabı, yəni ucu bucağı olmayan bir kainat və bu kainatı saxlayan yeganə bir varlıq, qüvvə. Yəni ona necə deyirlər, ona bağlanmaq və həyatını özün kimi sürmək. Zaten biz bu dünyaya tək gəlib tək edirik. Yəni kimisə nədənsə ummaq, gözləmək, bu küstü, bu dalaşdı, bu belə oldu, o elə oldu. Vallahi bu ömür boyu olacaq. İnan ilaha. Bu hər zaman olub da olacaq. Əlbəttə olacaq. Samira, ümumiyyətlə küsülü qaldığın insanlar var. Küsülü qaldığım bilirsiniz, əlbəttə ki, küsülü insanlar həyatımda, küsülü qaldığım insanlar həyatımda əlbəttə ki var, amma mən küsməyi sevmirəm. Bilirəm, sən kinli deyilsən, yəqin qarşı tərəfdən gəlir. Mən kinli insan deyiləm. Əvvəllər düşünürdüm ki, mən kinli, vallahi kinli, mən demə. Mən sadəcə bir bir yeri var da dillərdə. Ora bir qədərəm. nöqtəyə kimi dözürsən. Bir nöqtəyə qədər, hansısa bir o nöqtəyə qədər dözürəm. Sonra da problem etmədən o artıq o məkandanmı, o insandanmı artıq belə çəkilirəm. Nəsə sübut etmək, nəsə ola bilər ki, mən nəyisə danışa bilərəm, nəyisə başa sala bilərəm. Amma başa düşən bir insan üçün məsələn, əgər səni anlayırsa, başa düşürsə, okey, gəl danışaq, söhbət olar. Əslində gözəl bir şeydir insanla olan söhbəti. Bir halda ki, insan onu anlamayacaq, başa düşməyəcəksə, o insanla mən o enerjimi o insana sərf eləmək istəmirəm. Çünki mənim enerjim mənə çox önəmlidir. İndiki yaşımda daha çox önəmlidir. Ona görə sakitcə o insanlardan uzaqlaşıram. Allahın bir salamıdır. Salamlaşırıq və salam. Nə kinim var, nə bir qəzəb necə deyərlər də. Şou biznesdə var elə insan. Yəni sadəcə bura qədər imiş bizim münasibətimizmi, rəfiqə olmağımızmı, dostluğumuz bura qədər. Var şou biznesdə elə insan? Yox, mən heç kəsdən küsməmişəm. Küsməmisən. Sən tərəfdən olmayıb heç? Yox, mənim heç də tərəfimdən olmayıb. Sadəcə yenə deyirəm də, insanlıq, mən ideal deyiləm. Ola bilsin, kimlənsə ünsiyyətim sizdən o dərəcədə artıq illər keçdikcə o insanlar bir dəyişirlər. O dəyişikliyi mən onlarda da görürəm. Onlara nə qədər desəm də ki, məsələn, nə olub? Problem nədən ibarətdir? Nə olub və ya da ki, dəyişmirsən, əlbəttə ki, qəbul etməyəcək. Ona görə də sakitcə bir şey dedim, özümdən yəni xoşbəxt olursun. Xoşbəxtəm, huzurluyam. Artıq mən bu dünyada özümüz ki, Quranda da bir dəfə xoşbəxtlik sözü işlədilir. O da deyir ki, cənnətdədir o xoşbəxtlik. Yəni mən bu dünyada xoşbəxtlik aramıram, axtarmıram. Mən sadəcə, yenə deyirəm, indiki yaşımdan mən huzurumu istəyirəm. Ola bilər ki, axtarsaydın tapardın. Yox, bu dünyada xoşbəxtlik yoxdur. Xoşbəxtlik bir anlıq olan bir hissdir. Mümkünsüz bir. Ani xoşbəxtlik olur həyatında. Ani xoşbəxt oldum, əlbəttə. Xoşbəxt oldum, nə bilim, bir yarım saat, bir saat, nəsə hansı bir saatdan sonra bir də görsən ki, nəsə bir enerjide də gəldi, əhval-ruhiyyə dəyişdi, sosial şəbəkələrdə olan o xəbərlər və yaxud da ki, nə bilim, qarşılaşdığın bir növbəti insan elə bir söz deyir, artıq yəni sən ruhdan düşürsən və yaxud da ki,
nə bilim əhval-ruhiyyə pozacaq qədər bir insan qarşıma çıxır, o da olur. Yəni ona görə tamamilə xoşbəxt mümkün deyil. Uşaqlarla olanda yəqin vaxt keçirəndə xoşbəxt olursan. Bilirəm Əli artıq böyük oğlandı. Gözümüzün qabağında böyüyüb. Ali uşaqlıqda çox sevir səni Laşa. Axıra kimi sevmədi. Belə, yəni Allah saxlasın hamısını bu biz narahat deyil. Oğlum artıq belə deyək də bəlkə də mənlə maraqlı deyil ona, yəni vaxt keçirmək nə barədədir? Yəni onun öz artıq həyatı, öz dünyası, 27 yaşı var, öz dünyası var. Qızım vaxt mənə xoş olsa da ondan keçirdi. Amma ay qızım bir şıltaq qızdır. Allah saxlasın. Yəni bax belə. Aydındır Samira. Mənə elə gəlir ki, ən gözəl vaxtımı elə özümə, öz övladlarıma həsr eləsəm, ən gözəlidir. Ən gözəli. Mən sanki bilsən nə düşünürəm, həmişə səninlə danışanda, görüşəndə Samira daxilində olan hər hansı bir potensialımı deyim, xarakterini tam özü də bir kəşf etməyib. Elə bir içində sənin nəsə başqa bir Samira yatır, onu kimsə nəysə bir təkan verib üzə çıxarmalıdır. Nəyəsə görə bir baryer qoymusan özünə. Özümə baryer qoymuşam. Bəzən elə bəlkə də olub, o qədər potensialım var əslində. Yəni səhnədə ay belə oxumaq, o qədər komplekslərim var. Mən səni hiss etmişəm demək. O qədər komplekslərim var ilaha. Yəni bilmirəm, bu da yəqin ki o uşaqlıqdan bir qoyulan bir fundamentdir. Sovetin o psixologiyası, məsələn bizim valideynlərimiz bizi necə böyüdüb, qadağalarla. Böyük gələndə sən get o biri otağa. İndi mən öz uşağıma deyə bilərəm, get o biri. Uşağım gəlir, bir şərtlə gedər o biri otağa ki, məni şantaj edir. Ya telefonumu ver, ya gələcək nəsə. Bəli. Yəni reallıq. Vallahi heç bir şey də bilmirsən və düşünürsən ki, ya demək ki, belə əslində yaxşıdır. Məsələn, indiki zaman üçün onlar, məsələn, indiki gənclər bir fərqlidirlər. Amma biz, yəni, yemək olmaz, danışmaq olmaz, böyük danışanda vəbşə sən sus ki, ya belə böyümüşük və o komplekslər bizim içərimizdə qalıb deyə. Bizə daha çox təsir edib. Çünki bəziləri var ki, onları heç sanki təsir etməyib. Çox rahatdılar. Məsələn, biz övladlarımızı o qədər çox istəyirik, o qədər öpüb qucaqlayırıq. Bizə verilməyən hər bir şey onlara vermək istəyirik. O sevgini onlara həddən artıq çox ötürür, amma bizim valideynlərimiz bizi belə sevməyiblər. Seviblər əlbəttə ki. Onların sevgi dili başqa olub. Çünki onlar öz sevgisini göstərə bilmirdilər. Onlar ay canım, ürəyim, ay can nə yeyirsən, yeyirsən, yemirsən sağ ol. Yemək bitdi və biz belə, yəni o rejimlə, o Sovet rejimin, hətta bəzən mənim oğlum da gəlirdir ki, siz Sovet dövründə rejimində böyüyən insanlarsınız. Yəni mənim üçün demərəm, şikayət eləyim ki, yox, pisdir bu. Yəni əslində nəyi pisdir ki? Doğrudan da böyük danışanda əslində bir balaca kiçik susmalıdır. Yox, yəni onun aşırı da olmamalıdır. Yəni hardasa kiçik də öz sözünü deməlidir. Çünki onun o xarakteri də formalaşmalıdır. Çünki sonra gələcəkdə bax mənim kimi sonra bax siz demişkən o potensialı da üzə çıxara bilər. Demək, daxili potensialları üzə çıxartmaq istəmirsən onda. Belə başa düşdüm. Çünki mən səni illərdir tanıyıram. Sən əlbəttə həmişə sakit olmusan, həmişə böyük-kiçik yerini bilmisən, hər kəsə hörmətlə yanaşmısan. İndi bəlkə də tamaşaçı düşünər ki, Samira qonaqdır, ona görə deyirəm. Əsla və əsla. Amma sanki bir qədər durğun olmusan son vaxtlar. Çünki bayaq da səndən görüşəndə düşüncəlisən, fikirlisən. Bu həyatın qayğılarından irəli gəlir, yoxsa nəsə bilmədiyimiz bir məqam var? Həyatın qayğıları, yaşımın üstünə bir də yaş o deyir, gəlir ha, o İnsan yaşlaşdıqca bir fərqli olur. Mən indi anlayıram böyüklərimizi, başa düşürəm. Elə də yaş dedin ki, sanki Samiranın yox da yəni də 48 yaşım var, amma yəni də istər-istəməz də ən azından 20 yaşımız yoxdur ki, ilaha. Hər şey artıq fərqlidir. Həyata bir fərqli artıq başqa bir rakursdan baxıram. Artıq daha düşüncələrim
daha dərindir, dərin olub. Daha fəlsəfi düşünürsən, nəticə çıxardırsan, götür-qoy edirsən, pisi yaxşını ayıra bilirsən, hamı ilə səmimi deyilsən. Çünki səmimi insan olduğuna görə səmimiyyət görməyəndə uzaqlaşırsan. Bir fəlsəfi tərəfdən dünyanı artıq qəbul edəndən sonra bir çox şeylər mənim üçün aşkar olundu. Məsələn, əvvəl düşünürdüm ki, hər kəs məni çox istəyir. Hər kəs özün kimi bilir. Ay Allah, hər kəs deyir ki, Samira nə yaxşı qızdır. İndi məsələn, tutalım ki, kimsə məni harasa dəvət eləyəndə, mən ona yox cavabı deyəndə, bir də gördüm o insan mənə bir fərqli artıq çöndü mənə. Münasibət dəyişdi. Münasibət dəyişdi. Demək ki, anlayıram. Mənfəət götürmüş. Demək ki, mən insanlara yaxşı olduğumdan Aydındır. Mən düşünürdüm ki, məni çox istəyirlər. Yox. İndi mən yox rədd cavabı deyəndə artıq mən insanların əsl mənə qarşı olan münasibətini gördüm. Belə. Başa düşdüm. Bir qədər qəliz məsələdir, Samira. Bu səni bilmirəm nə dərəcədə sakitləşdirər, yoxsa yox. Çox insanlarda belədir vəziyyət. Yəni düşünəndə niyə sualını insan bəzən özünə verir ki, bəlkə günah məndədir, bəlkə problem məndədir. Amma otursan, analiz eləyirsən, yaşın sənə verdiyi təcrübə, yaşadığın problemlər, yetəri qədər insanlarla olan münasibətdə çıxartdığın nəticədən belə bir qənaətə gəlirsən ki, yox. Bu artıq qarşı tərəfin mənfəət güdməsi, bu artıq qarşı tərəfin sənin statusunun dəyişməsinə görə sənə olan münasibəti və s. və ilaxır. Bunu uzun-uzun sadalaya bilərik. Amma gəl burada stop verək, gəl pozitiv notlara toxunaq. Samiranı bir başqa tərəfdən görək. Samiranı ilk görəndə, Samira bilsən nə yadımda qalmışdı səninlə bağlı? Samira demək ki, makyaj etmirdi. Demək olar sıfır makyaj, make-up yox özündə, saçları parıldayır, kare, rəngsiz, kraska qoymurdun və mən səndən soruşdum ki, Samira saçıva kraska qoymusan? Dedin, yox, ilahi, amma istəyirəm. Dedim, nə olar qoyma da, çox qəşəng parıldayır saçların. Yəqin sənin yadında deyil. 2004-cü il idi. Sonra bir gün gəldi, görəm Samira saçlarını rəngləyib. Deyirəm, Samira, niyə eləmirsən? Dedim, bəlkə bir dəyişiklik olsun, bir də eləməyim, deyirəm, yox. Samira yetəri qədər tanınan bir sima idi hər zaman, yəni 2000-ci illərin əvvəlində. Amma səmimiyyəti, o münasibəti, hər şeyi xırda detallı məsləhətləşməsi, nəinki məndən, ətrafda olan insanlarla elə rahat şəkildə ünsiyyətə girib danışırdın ki, hamı da səni çox istəyirdi. Yəni ciddi olaraq, ay Samira, Samira, yəni Samirə yox, Samira. Bir dəfə Samirə deyib təqdim etmişdim. Nə olar, mən Samirə deməz, Samira de. O vaxtdan Samira deyirəm. Samira, yəni sən səmimiyyətin qalsa, insanlara münasibətin xoş olsa, yəni düşünürəm yaradan səni hər zaman ürəyivə görə verəcək. Yəni kimisə pis münasibətivə görə sən qəlbini çirkab etməyəcəksən. Yəni düşünməyəcəksən ki, o mənə pislik elədi, qoy mən də eləyim. O bayaq söylədiyim saç məsələsi, o make-up məsələsi, mən boş yerə onu söyləmədim. O sənin insanlara olan münasibətindən irəli gəlir. Düzdür, bizim yaş fərqimiz az da olsa var, amma mən də o zaman yeni başlamışdım aparıcılığa, sən müğənniliyə. Yəni bu show biznesi yeni qoşulanlardan idik və show biznes Azərbaycanda yeni yaranırdı. Ona görə hər birimizin indiyə kimi bir-birimizdən ən azı salam sağlığı var. Ən azı hardasa görəndə bir-birimizdən danışırıq, keyf əhval soruşuruq. Amma görürsən ki, bəzən sanki illərdir tanıdığım insan deyil. Yəni bir statusu dəyişib, bir mövqeyi dəyişib, maddi durumu yaxşılaşıb. Yəni insana əvvəl pis təsir edir. Nəyə görə? Bəlkə mən nə isə etmişəm. Amma sonra otursan, yenə dediyim kimi analiz edəndə problemin qarşı tərəfdən irəli gəldiyini görürsən və eyni zamanda zamanın belə tələb etdiyini dərk edirsən. Razısan məndən? Mən bir dəfə yəni bu psixologiya ilə
siz dediyiniz fəlsəfi söhbətlərlə, yəni məşğul olan bir insandan soruşdum, sual verdim ona. Dedim ki, niyə məsələn yaxşılıq edən insana baxırsan ki, həmin insan sonra sənə qarşılıqlı cavab vermir. Elə o yaxşılıq etdiyin insan səni vurur, zərbə vurur sənə həyatda. Nə bilim, və yaxud da ki, insanlar dəyişirlər. Bir gün tanıdığın insanı illər keçir, tam sanki bir fərqli bir insan olur. O mənə cavab verdi ki, bax, bir problem var insanlarda, bizlərdə. Biz nəyisə edəndə, əslində bunlar, bütün bu söhbətlər hamısı dindən gələn Allahın kəlamlarıdır. İndi bəzi deyəndə ki, hər kəs sonra bunu biraz belə fəlsəfələşdirir, psixolaşdırır və düşünürük ki, bu kitab, amma əslində hər şey dindən gələn bir söhbətlərdir. Biz elə bil ki, bir yaxşılıq edəndə insana biz sanki onun cavabını gözləyirik də. Ki, mən ona yaxşılıq elədim, ən azından o da mənə bir qarşılıqlı da. O mənə pis deyiləndə dərhal mən yadıma salıram ki, niyə axı mən ona yaxşılıq eləmişdim? Budur bizim problemimiz. Deyir, siz məsələn tutalım, topu atanda, o top düşəcək də yerə də, düzdür. Siz düşünmürsünüz də, elə topu atırsınız və salam getdi. Amma sən həmin anda elə düşünürsən ki, mən topu atdım, gəlir top məsələn harasa getməlidir, ya mən qoyduğum yerə düşməliyim. Top ümumi götürəndə, biz onu atanda düşür də, hara qədər də getsə yerə düşür də. Ona görə sən deyir, o yaxşılığı eləyəndə sən düşünməginən ki, o başa düşəcək. Yəni biz sanki etdiyimiz yaxşılığın o bəhrəsini, cavabını, onu gözləməməliyik. Biz bunu etdik, zaten bu yaxşılığımız bizim kainata gedir. Kainata dedikdə Allaha gedir. Allaha gedir və onun əvəzi zaten bizə qayıdacaq. Yəni bu dünyada gözləmək lazım deyil. Yəni bu dünyadan deyirsiniz, heç bir şey gözləməyin. İnsanlardan ələxüsus heç bir şey gözləməyin. Yəni insandır. O insan əzəldən onsuz da nankordur. Yəni mən tutalım ki, bir insana ürəyimi açdım, danışdım. Hara qədərsə o insan səni dinləyir, başa düşür. Sonra vəssalam, onun bir stopu olacaq. Bezir səndən, yorulur səndən. Hər kəsin hadisəni dərk etməsi eyni ola bilməz. Hadisələrə, Samira, hər kəs öz baxış bucağından baxır. Yəni siz necə? Biz düşünürük ki, bax mən düşünürəm ki, bu saat burada qalmalıdır. Amma ilahə düşünür ki, xeyr, saat o biri yerdə qalmalıdır. Nəyə görə ilahə sənin kimi düşünməlidir? Onun öz düşüncələri. Və mən artıq ilahəni olduğu kimi qəbul eləməliyəm. Özümü, yəni əslində düzəltməliyəm. Anlayıb başa düşməliyəm ki, mən öz yaxşılığımı etdim, mən öz ifamı etdim. Kim başa düşür, başa düşsün. Başa düşmür də düzgün deyil. Yəni ki, bu musiqini məsələn kimsə qəbul edir, o biri məsələn bu janrı qəbul etmir. Amma ən azından mən bilirəm ki, mənim 5 dənə də olsa, 10 dənə olsa öz tamaşaçım var. Və ən azından da mən də bilirəm ki, mən öz oxuduğum, sevdiyim janrı ifa edirəm və sevdiyim peşə ilə məşğul oluram. Bu çox önəmlidir. Samira nə qədər qəbul etməsə də, mən Samiranı yenə də yerində görmürəm. Sanki Samira sən daha yüksəklərdə olmalısan, zirvələrdə olmalısan. Demirəm, zirvədə deyilsən. Özünə məxsus əlbəttə zirvən var. Özünə məxsus əlbəttə zirvədəsən. Amma tamaşaçın var, sevənlərin var. Amma yenə də nəysə səni boğur, qoymur. Yəni olanla hər zaman qayını olduğuna görədir bu problem. Nə var, şükür edirsən, ona görə deyirsən, bu qədər də bəsimdir. O da yenə deyirəm, mənim özümdən asılıdır. Heç kəs mənim qarşımı almır. Yəni mən öz üzərimdə daha da çox işləsəm, daha da çox şeyləri tələb eləsəm, siz dediniz, bəlkə o zirvələrə də biz gedək. Bəlkə müəyyən dəyişiklik edəsən xarakterində. Biraz ikiyüzlülük, biraz saxtakarlıq, biraz yalan, biraz düşünəsən ki, o insandan mənə xeyir gələcək. Bəlkə ondan münasibətimi yaxşı edeyim. Nə qədər yaxşı səslənməsə də yaltaqlıq.
İndi mən burada bunları təbliğ etmirəm. O sözləri yəqin ki, sarkazmla söylədiyim bəlli oldu. Yəni elə insanlara baxırsan, mənim yanımda kimisə arxasıcan əgər danışırsa bir nəfər və o insanı görəndə səni nə qədər çox istəyirəm, sən mənim canımsan sözünü deyirsə, o insanlardan qorxmaq lazımdır. Və qorxduğumuz o insanlar bir zaman zirvədə olanda həyatda yaşadığımız o haqsızlığa üsyan etmək istəyirik. Samira, sən biraz diplomatik yanaşırsan söhbətə, kimisə qəlbin qırmaq istəmirsən. Mən də sənin xasiyyətdəyəm, mən səni çox gözəl anlayıram. Amma bu həqiqətdir. Sosial şəbəkəyə baxanda, ətrafımızda bəzi insanları görəndə həyatın nə qədər haqsız olduğunu biz dərk edirik. Bu belədir. Təbii olaraq mən razıyam səninlə İlahə. Zaten bu dünya əzəldən elə haqsız bir dünyadır. Bu dünya saxtalığı sevir. Bu dünya sən demişkən elə yəni bu yaltaqlığı üzr istəyirəm ifadəmə görə ikiyüzlülüyü sevir. Kim bu dünyaya qapanır, dünya da onu aparır. Biz qapanmadığımız üçün bu dünya bizi apara bilmir və ona görə biz dünya ilə, öz nəfsimizlə belə deyək də, yəni daim mübarizədəyik. Daim mübarizədəyik və o bəlkə də çox o show biznes deyilən bir məkanmı, yəni siz dediyiniz bəlkə də o zirvələrmi, onlara o dərəcədə çox zirvələrə də qalxmaq istəmirəm, getmək istəmirəm. Çünki orada səmimiyyət yoxdur. Orada Allah yoxdur. Mən qorxuram ki, ora dərinə getdikcə, uzaqlara lap getdikcə mən olan, qalan imanımı da itirərəm. Başa sala bilirəm. Qaynana kinosunda olan bir epizod yadıma düşdü. Deyir, o Jiguli maşını səni çox uzaqlara aparır. Yəni, mən axı inanıram Samira nəfsinə həmişə hakim ola bilər. Yox, niyə bəzən olur elə bizim o qədər həyatda nə bilim hallara düşürük, bəzən bir də görsən nəfsimizin badına gedirik. Ona görə yəni o çox uzaqlara getmək istəmirəm ki, olan qalan içimdəki olan o insanlığımı itirmək istəmirəm. Ona görə bəzən elə özümlə qalmağımda, öz düşüncələrimdə, ətrafında bir dənə, iki dənə insan olsun, mənə bəs keyfiyyətli insan olsun. Özümlə vallahi bir, nə bilim, dəniz kənarında oturub, bir çaşka ilə kofeni içib, dünyanın xoşbəxt insanıyam. O çaşka kofeni içib və yaxud da heç belə dənizə, təbiəti seyr edib, yəni məni yaradanla təmasda olmağımdan çox məmnun olaram. Mənə o bəs eləyir. İnsan özü ilə əgər xoşbəxt ola bilirsə, çox böyük xoşbəxtlikdir Samira. Doğrudan şükür etmək, halından razı olmaq, məmnun olmaq, sağlamsan, gözəlsən, ədəblisən, hörmət edir ətraf sənə. Bu amillər birlikdə əgər toplanırsa bir insanda, o insan zaten xoşbəxt olmalıdır. Bu belədir. Amma haqsızlığa uğramaq da insana çox pis təsir edir. Əfsuslar. Sözümün davamını da bir gətirmək istəyərdim. O yalancı, süni olan gözəlliklər, düzəlmiş gözəlliklər, yalandan da bu təbiət olsun, insanlarda olsun, orada heç nə axtara bilməzsən, sən orada artıq süni bir intellekt olursan. Süni bir insan olursan. Bax, indi necə süni intellekt. Robotlaşma gedir insanda sanki. Robotlaşma gedir insanlarda. Yəni, bu çox təsir edici bir əslində bir problemdir. Yəni, o içimizdəki olan səmiyyəti itiririk. Artıq süni musiqi baş alıb gedir. Süni intellektlə musiqi düzəldirlər. O nə qədər bəstələr mənə göndərilir. O bəstələrdə baxıram, orada ürək yoxdur, başa düşürsünüz. Lap bəstələsinlər, təqdim edirlər. Orada ürək yoxdur.
Səsi düzəldirlər süni intellektlə. Orada ürək yoxdur. Ürək olmayan yerdə yaşayış yoxdur. Düzdür. Bitdi. Bax, orada bitir hər şey. Sünilik demişkən, aşırı dərəcədə xarici görünüşə müdaxilə olunmasına necə münasibət göstərirsən? Aşırı dərəcədə. Aşırı cüzi toxunuş təbii ki, normaldır. Cüzi əlbəttə ki, hər birimizdə. Yəni indi mən heç bir şey etməmişəm. Bəzən də sosial şəbəkələrdə yazırlar, yəni ki, bu da yəqin dolğu, molğu, yəni cüzi Hər zaman belə olub Samiranın. dodağımda cüzi müdaxilə var, kosmetik müdaxilə var, dolğu və salam. Mən heç nə etməmişəm, olduğum kimiyəm sizin qarşınızda. Normal bir şeydir. İnsan yaşlaşdıqca niyə ki o üz gərmələr indi dəbdədir. Onu gözəl şəkildə əgər mən 60 yaşında qadın eləsə, indi istəyir də belə o normal bir şey. 20'li yaşlarında qızlar qaşlarını, üzlərini Amma dartırlar. o gəncliyin o bir gözəlliyi var ya. Orada üzündəki olan gözəllik, qaş təbiət, ümumiyyətlə heç 20 yaşda olmasın. Yenə əgər bu sənin simanda hər şey gözəldirsə, səni bir üz cizgiləri körratmırsa, yəni bir eybəcərlik mi? Ümumiyyətlə Allah Taala gözəl insanı şəkildə yaradıb, amma yenə deyirəm də hansı olur da indi bir burunda falan belə bir şey, hansı nüanslar olur ki, hə burnumu balaca dəyişmək istəyirəm. Olsun, amma o yoxdursa sən niyə o müdaxilələr eləyirsən? Düzdür. Həddən artıq. Mən ondan Nəinki öz ümumiyyətlə bədən formalarında bədəndə olan formalar, ya dəyişirlər. budur formamızda, yəni. Mən düşünürəm ki, gedib idmanla məşğul olsan ondan yaxşıdır. Yəni təbii gözəlliyin tərəfdarıdır Samira hər zaman olduğu kimi. Səmimi olan insanları sevirəm. Ürəkdən gözəl danışan, belə həm söhbət olan insanları sevirəm. Təbiətin o təbii olmağını sevirəm. O süni güllər, mənim evimdə bir dənə süni gül yoxdur da, ümumiyyətlə sevmirəm. Olmaz, negativ deyir, enerji gətirir. Olmaz. Keçmişi düşünəndə Samira fikirləşirsən ki, hər şey çox maraqlı idi, daha rəngli idi. Deyirsən qocalırıq. Nostalji hisslər yaşamaq istəyirik. Sən yadıma düşürsən, olduğun kimi qalmısan. Məsələn, sən ATV kanalında aparıcılıq eləyirdin. O zaman səni hələ tanımırdım. ATV kanalında səni yəni seyr edəndə deyirdim, nə gözəl xanımdır. Elə deyirsən? Hə, gözəl, özü şirin xanımdır. Sonra isə illər keçdi, biz səndən restoranların birində orada tanış olduq. Məkanlarda tanış olduq. Məkanların birində səninlə tanış olduq və ondan sonra da bizim belə deyək, dostluğumuz yarandı. Dostluğumuz, gözəl o isti münasibətlərimiz, yəni davam oldu indiyənə qədər. Amma sonra başqa kanallarda da sən işlədin. Sonra Liderə getdim, Liderdə də işlədim. Məndə həmişə canlı verilişlər olub. Ona görə məsəl üçün burada çəkiliş olması mənə qəribə gəlir. Sanki çəkilişlər o səmimiyyəti bir qədər azaldır, o ruhu tam olaraq ötürə bilmir. Bilmirəm, nə ilə bağlıdır. Mən əvvəl Azad Azərbaycan televiziyasında işləyirdim, düzdür. O zaman işləyəndə uşaq idik, gənc idik. Musiqilər, mahnı, kliplər verirdik, təbriklər edirdik. Amma bax, sən də mənə deyirsən ki, sən sanki içində bir potensial var, sən onu axıra qədər təqdim etmirsən. Eynisini mən də sənin haqqında deyə bilərəm. O qədər savadlı xanımsan. O qədər oxunmuş bir xanımsan, amma bu potensialından sən də istifadə edə bilmirsən. Gəl onda potensialımızdan istifadə edək Samira. Yəni əslində sən savadına görə sən daha nə bilim, daha məsələn, sənin potensialına görə mən düşünürəm ki, sən məsələn əyləncəli verilişlər aparmısan, həmişə ATV kanalında, Lider kanalında. Amma sənin potensialına görə İlahi, sən daha ictimai, siyasi demək istəyirsən, siyasi demə. Elə o ictimai siyasi olan verilişləri də gözəl apara bilərsən. Məsələn, bax sən ən çox sevdiyimiz Dövlət televiziyasında gözəl aparıcısan və
tamaşaçılar üçün gözəl bir veriliş təqdim eləyirsən. Yəni hər şeydən orada musiqi də var, yəni gözəl həkimləri dəvət eləyirsən. Bu qədər onlarla gözəl söhbət eləyirsən. Ona görə düşünürəm ki, sən daha da ictimai olan belə verilişlərdə də yəni aparıcı olmalısan. Çox sağ ol Samira bu fikrinə görə. Əslən qalsa mən özümü siyasi verilişlərdə görməmişəm. Yəni o tərəfin heç düşünməmişəm də. Bəlkə gələcəkdə belə bir təklif olsa onu dəyərləndirə bilərəm. Amma hər mövzuya uyğun sən veriliş apara bilərsən. Sözümün canı oydu əslində. Düzdür sən Samira, amma əslən qalsa özümü ictimai siyasi verilişlərdə görməmişəm. Amma təklif gəlsə dəyərləndirəcəm, mütləq şəkildə düşünmək lazımdır. Amma Mədəniyyət kanalında yayımlanan veriliş var idi. Dəfələrlə gəlmisən verilişimə, qonaq olmusan. Çox sağ ol, musiqilərinlə bizi xoşbəxt etmisən, əhval-ruhiyyəmizi artırmısan və orada bilirsən ki, bizim mövzu qoyurduq. Mövzu ətrafında biz müzakirə edirdik və müxtəlif mövzular qoyulurdu. Təxmini 2 ilə yaxın səhv etmirəmsə veriliş yayımlandı və 2 il ərzində yetəri qədər mövzular oldu və mövzu ətrafında mən məlumat aldığıma görə sanki 1 il ərzində, 2 il ərzində biliklərim artdı. Yəni hər dəfə qonaq gələndə qonaq təəccüblənirdi ki, siz jurnalistsiniz, aparıcısınız, təhsiliniz nədir? Deyirdim ki, bəli, jurnalistika təhsili almışam. Çünki əgər insan öz işini sevirsə, o işini layiqincə yerinə yetirməlidir. Yəni bugün buradayam, sabah oradayam. Yəni barmaq arası baxmaq lazım deyil işə. İlk öncə sevmək lazımdır işini. Və layiqincə yerinə yetirdikdən sonra gec-tez layiqli yerini sən alırsan. Samira, mən də sənə arzu edirəm ki, hər zaman zirvələrdə olasan və arzu edirəm ki, özü və bunu arzulayasan. Yəni bəsdir, bəsimdir, yetərlidir. Şükür edirəm bu günümə. Əlbəttə bunlar gözəl xüsusiyyətdir. Yalnız irəli getmək üçün sən həmişə alternativ variantlar axtar, düşün, nə etmək olar. Çünki sənin potensialın, yəni bayaqdan sən mənə deyirsən, qoy mən də deyim, çoxdur. Yəni onu bastırma, onu öldürmə. Yəni görün, parla, sevindir hər kəsi. Samira, sağ ol gəldin. Səmimi söhbət etdik, keçmişə getdik, nostalji hisslər yaşadıq və həyata ümidimizi biraz da artırdıq. Mən sənə təşəkkür deyirəm. Mənim illərimsən. Sevincli, kədərli, nə bilim, nələrdən də yəni ki biz sənlə daha doğrusu nələri yaşadıq sənlə. Şükürlər olsun. Yaşadıq, amma yenə görürsən dəyişmədik. Olduğumuz kimi qaldıq və ən əsası odur. Mən sənə uğurlar arzu eləyirəm. Bax bu layihən sənin çox uğurlu olsun, baxımlı olsun. Qoy insanlar sənin verilişinə baxanda gözəl emosiyalara qapansınlar. Yəni ən azından müsbət bir enerji alsınlar sənin verilişindən. Üzün həmişə gülsün. Sən gülüşün sənin simova çox yaraşır. Çox sağ ol Samira. Var ol. Nə qədər söz desəm azdır. Dediklərini mən də sənə arzu edirəm. Yenə də səni hər zaman zirvələrdə görmək istəyirəm. Təşəkkür. Mən arzu edirəm ki, hər kəs bacardığı peşə ilə məşğul olsun. Həm sevdiyi, həm də bacardığı və insanlara keyfiyyət təqdim elə. Keyfiyyət hər şeydən önəmlidir. Gözəllik qurban yox, gözəllik keyfiyyət tələb edir. Təşəkkür edirəm. Sağ ol.